Salamlar və sayğılar dəyərli bacı qardaşlarım. Çox sağ olun ki, zaman ayırıbsınız məni dinləyirsiniz. İran Fars Molla rejimi yıllardan bəri Güney Azərbaycan Milli Hərəkatının dava adamlarına, fəallarına baskı və işgəncə uygulamaqdadır. Onları uzun həbslərə çarpmaqdadır. Biz onların səsi olmalıyıq. Onların səsin batmasına müsaade etməməliyik. Onların səsin dünyaya çatdırmalıyıq. İran Molla rejimi bizim Urmu gölümüzü qurutmaqdadır. Cəngəllərimizi aradan aparmaqdadır. Mədənlərimizi talamaqdadır. Ana dilimizi aradan aparmaq istəməkdədir. Bizim millətimizə iqtisadi, ictimai, fərhəngi, siyasi fişarlar, baskılar uygulamaqdadır. Biz bunlara səssiz qalmamalıyıq. Güney Azərbaycan uğrunda, Güney azadlığımız uğrunda, istiqlalımız uğrunda büyük bir etirazlara hazır olmalıyıq. Her şey vətən için, her şey millət için. Bunun için sizden istəyim budur ki, tüm millətimizlə danışın və onları oyandırın. Biz büyük etirazlara hazır olmalıyıq. Nə mutlu Türküm diyənə.